böyük dönüş həyatından nə gedir və nə gəlir? Gəlin buna baxaq. Bu videonu izləyirsənsə, sənin xəbərin olmadan həyatında böyük bir dönüşüm baş verir. Həyatında tamamlanmaq üzrə olan dövr hansıdır? Səndən gedən itki deyil. Gələcək yeniliyə yol açıla bilər, yer ola bilər. Gəl buna baxaq. Birinci baxaq, həyatından hansı enerji çıxır? Çıxan enerjiyə baxaq. Hansı bir enerji çıxır? Hansı münasibət və ya vəziyyət tamamlanır? Və həyatına hansı yenilik daxil olur? Gəl buna biraz da karma kartlarını qataq. Həyatından çıxan enerji nədir? Karma olaraq hansı karman tamamlanır? Gəl buna da baxaq. Və belə deyim də, hansı yenilik daxil olur və bu hansı karma olacaq sənin üçün? Yəni, karmik olaraq. Gəl buna baxaq. Həyatından hansı enerji çıxır? Həyatından, belə deyim də, maddiyyatla əlaqədar sıxıntılı bir dövrün gedir. Bax, bu çıxır. Məsələn, əlində pul saxlaya bilmirdin, tutaq ki, çünki bu sırf maddi səviyyənlə əlaqədardır. Tutaq ki, çoxlu qazanırdın, amma ay sonuna əlində bir şey qalmırdı. Daim olaraq ekonomiya ilə mı dolanırdın? Daim olaraq, nə bilim, nədənsə özündən kəsirdin, nədənsə özünü, belə deyim də, sıxmağa çalışırdın. Bu gedir. Maddiyyatla əlaqədar, belə deyim də, özünü sıxdığın, boğduğun bir dövr bitir və daha yaxşı bir dövr başlayır. Karma olaraq hansı karman təmizlənir? Bəli, maddi blokajların açılır. Çox superdir, bir-birini çox gözəl tamamladı. Karma olaraq maddi blokajlar, maddiyyatla əlaqədar, maddi səviyyənlə əlaqədar, ümumiyyətlə burada iş həyatı da ola bilər, iş səviyyənlə əlaqədar. Tutaq ki, çox çalışırsan, amma vəzifə yüksəlişimi olmur, gözlədiyin yüksəlişmi, gözlədiyin daha yaxşı işmi olmurdu. O dövr tamamlanır, o dövr bitir. Maddiyyatla əlaqədar blokajların açılır. Belə deyim, ya bunun üçün nə isə bir iş mi görmüsən bəzilərimiz və yaxud da ki, ola bilsin ki, aydınlanmışsınız artıq Allahla, Yaradanla, Tanrı ilə, enerji ilə bütünləşməyə öyrənmisiniz. Hər nədirsə, özünüzün də burada bir rolu var. Buna baxaq. Hansı münasibət və ya vəziyyət tamamlanır? Yenə də eyni, burada sırf maddiyyatla əlaqədardır və əməyinin, zəhmətinin dəyər görmədiyi bir dövr artıq bitir. Bu ilişkilərlə də əlaqədar ola bilər. Məsələn, münasibətdə, belə deyim də, daha çox enerji sən verirdin, daha çox zəhmət sən çəkirdin, artıq o dövr bitir. Yəni, əməyinin qarşılığını almadığın bir dövr bitir. Artıq yeni bir dövr başlayır. Yenə də burada karmik kartlara da baxaq, hansı münasibət və ya vəziyyət tamamlanır. Burada daha çox işlə əlaqədar deyir ki, işinlə əlaqədar dəyər görmədiyin, hörmət görmədiyin bir dövr bitir, bir zaman bitir. Amma ilişki ilə əlaqədar da olacaq, çünki burada ümumidir. İlişki ilə əlaqədar da yenə baxaq, hansı münasibət və ya vəziyyət tamamlanır. Yenə baxaq. Sevgi ilə əlaqədar yenə də çıxır. Çünki münasibətlə əlaqədar dəyər görmədiyin, sevgi görmədiyin bir dövr bitir. Dostluqla da əlaqədar ola bilər. Konkret olaraq belə deyək də, stabilliyin pozulduğu bir dövr var idi həyatında. Artıq o dövr tamamlanır və o dövr bitir. Həyatına hansı yenilik daxil olur? Buna baxaq, hansı yenilik daxil olur? Yeniliyə baxaq. Bax, yenə də burada eyni şey çıxır. Bax, blokajlar nə etmisən bilmirəm, necə etmisən bilmirəm. Belə deyim də, dualarım mı bol olubdu, təmizliyimi bol olubdu. Amma, belə deyim də, qarşında çoxlu manelər olubdu və o manələrin hər birini bitirmisən və biraz səbirli ol, 7 vaxt qalıbdı. 7 gün və ya 7 həftəyə, 7'li vaxtlara bu dövr, blokaj olan bir dövr, çətinlik olan bir dövr artıq bitir. Bax, keçir, gedir. Yol bağlılığı ilə olan problem keçir və artıq çəkdiyin əziyyətin bəhrəsini daha artıqlaması ilə görəcəksən. Məsələn, əvvəl 10 çalışırdın, 1 qazanırdın. İndi, məsələn, 2 çalışacaqsan, 4 qazanacaqsan. Belə bir dövr gəlir həyatında karma olaraq.
hansı yenilik olur? Kalma olaraq yenə də qovuşma çıxır. Yəni artıq belə deyim də sənin bəlkə də burada bəzilərinizə bilirsən necədir, ruzi yolunda kimsə səndən ruzi oğurluğumu eləyirmiş, tale oğurluğumu, hər nədirsə sənin sənə aid olan bəxtinə, taleyinə, qismətinə qovuşursan. Burada bəxt, tale, qismət konkret belə deyim də münasibətlə, evliliklə əlaqədar olmur, özün bilirsən. Hərəmizin bəxtində, taleyində fərqli şeylər yazılır. Məsələn, sənin bəxtində tutaq ki, indiyənə qədər milyonçu olmaq yazılmışdı və buradan səni ayırırdılar bu yoldan və buna artıq qovuşursan. Okey, gəl suallarımızı davam edək. Bunları bildik. Kartlarımızı yeniləyək. Vaxtı dayandırım. Yenə biraz da dərinə gedək və baxaq, bu dəyişiklik sevgi, iş, pul, yoxsa yaşayışla bağlıdır. Hər birimizdə fərqli çıxacaq. Ona görə gəlin 2 variant eləyək. Bu tərəfini 2 variant eləyək. Birinci variantı seçənlər üçün budur. Sevgi, iş, pul, yoxsa yaşayışla bağlıdır. İkinci variantı seçək. Nə ilə əlaqədardır? İkinci variant. Birinci variant və ikinci variant. Birinci variantı seçənlər üçün bu dəyişiklik sevgi, iş, pul, yoxsa yaşayışla bağlı. Birinci variantı seçənlər üçün bu dəyişiklik pulla əlaqədardır. Pulla bağlıdır. Maddiyyatla əlaqədar əziyyət çəkdiyin, sıxıntı çəkdiyin bir dövr bitir. Birinci variantı seçənlər üçün budur. Gəl baxaq, ikinci variantı seçənlər üçün bu dəyişiklik nə ilə əlaqədardır? Sevgi, iş, pul, yoxsa yaşayışla bağlıdır. İkinci variant. İkinci variantda da yenə transformasiya keçirsiniz. Nə ilə əlaqədardır? İkinci variantda nə ilə əlaqədardır? İkinci variant bilirsən necədir? Özünü təkrar qazandığın bir dövrdür. Sezgilərinin artdığı bir dövrdür. Və burada bilirsən nə deyir? Arzusunda olduğun hər şey olacaq. Yəni konkret bir tərəf deyil, konkret bir növ deyil. Yəni fikrində sevgi tutursansa sevgi, münasibət tutursansa münasibət, ilişki, belə deyim də, dostluq tutursansa dostluq, vəzifə tutursansa vəzifə. Yəni bunların hansını istəyirsənsə və yaxud da ki, hər biri artıq yəni bir əlini uzatsan götürə biləcəyin bir enerjide olacaq. İnşallah. Bunlar çıxır. Çünki burada ilişki ilə əlaqədar da var. Sevgi ilə əlaqədar. Yəni, gəl baxaq. Gözlənilməz hadisə nə ola bilər sizin üçün? Gözlənilməz hadisə nə ola bilər? Və gəl baxaq. Necə başlayacaq yəni bu hadisə? Gözlənilməz hadisə nə ola bilər? Gözlənilməz hadisə bilirsiniz nədir? Bəzilərinizdə gözləmədiyiniz bir insandan, gözləmədiyiniz bir yerdən, məsələn, artıq ümidini kəsdiyiniz bir yerdən sizə pul gələcək və orada deyəcəksən ki, deyəsən artıq yeni dövrün başlayır axı. Çünki bununla əlaqədardır. Bəzilərinizdə biraz ehtiyatlı olun. Bu transformasiyalar bəzən insan həyatında yeniliklərə addım atanda, köhnə blokajlar qırılanda elə belə çıxmırlar insanın həyatından. Xəstəliklə mi çıxa bilər, ağır problemlə mi çıxa bilər, hansısa. Çünki burada biraz səhhətinlə əlaqədar kiçik bir problem yaşaya bilərsən, amma onu yaşasan biləsən ki, yəni qorxma. Bu sadəcə illərlə səndə qalan blokajların səndən uzaqlaşmağı deməkdir. Yəni, hətta belə bir şey çıxır burada kartlarda ki, kiçik bir xəstəlik olacaq, böyük bir problem olmayacaq və bununla da daha ağır bir xəstəliyə keçid eləyə bilərdi, hansı ki, o sənin bədənində qalıb. Amma bununla belə deyim də, sən buna fokuslanıb, bunu sağaltdıqca daha ağır bir problemlərdən azad olacaqsan. Bəzilərinizə hətta belə deyim də, ciddi bir problemin bəri başdan təsadüf bir şəkildə öyrənəcəksən. Hansı ki, səhhətinlə əlaqədar. Tutaq ki, məsələn, qulağın ağrıyır. Tutaq ki, deyirəm, qulağı ağrıyır, gedəcəksən, məsələn, qulağınla əlaqədar, amma baxacaqlar ki, sənin başqa bir problemin də var imiş, gəl bunu sırazı nə tez bilmişik, gəl müalicə elə. Belə bir şey ola bilər, amma bunu biləsən ki, daha böyük bir sıxıntıdan qorunacağında. Yenə baxaq, dəyişiklikdən qorxmamaq üçün nəyi bilməlisən, ümumiyyətlə nəyi bilməlisən, vaxtımız azdır. Bilməlisən ki, olan hər şey sənin xeylisi ilə olacaq. Bu dəyişiklikdə əlaqələri kəsdiyin insanlar ola bilər, amma bu sənin xeyrinədir. Bu qədər. Yeni
dövrün ilk əlaməti nə olacaq? Gəl bir dənə buna baxaq tez-tez. Yeni dövrün ilk əlaməti, yeni dövrün ilk əlaməti hardansa pul gəlişi olacaq. Okay. Gəl bununla əlaqədar Bəqərə surəsinin 216-cı ayəsini dinləyirsən və mənası budur ki, ola bilsin ki, xoşlamadığımız bir şey sizin üçün xeyirli olsun və ya Fəttah, ya Lətifə deyirsən.